Azərbaycan futbolunda yeni Portuqal məşqçi. Bu Rui Jorge'dir. Bildiyiniz kimi gələn il Azərbaycan-Özbəkistan bir yerdə 20 yaşlar arasında dünya çempionatı keçirdəcək və bu yarışda bizim komandanın baş məşqçisi məhz Rui Jorge olacaq. Vaxtilə Portuqal milli komandasında çox yaxşı çıxışları olub və gümüş medal qazanıb Avropa çempionatında, bürünc medal qazanıb, dünya çempionatında oynayıb, olimpiya oyunlarında oynayıb. Sonra da bir 15 il ərzində Portuqal gənclərdən ibarət komandanın baş məşqçisi olub. Hər halda çox yaxşı nəticələr əldə edə bilib ki, AFFA onu bizim gənclər üzrə belə deyim də milli komandanın baş məşqçisi təyin edib və ondan uğurlu nəticə gözləyirik. Düzün deyim deyə bilmərəm nəticə necə olacaq, bizim komanda necə çıxış edəcək, çünki hələ bilinmir onun əsasını hansı futbolçular təşkil edəcək, amma hər halda Rui Jorge'nin gəlməyi və gənclər komandasının Portuqal üslubunda oynaması gözlənilir və ümid edək ki, bir il ərzində Rui Jorge nəyəsə nail olacaq və komandamıza necə deyirlər uğurlar.